Müsəlman olmaq üçün mütləq Allahın ayətlərinə iman gətirmək və həyata keçirmək lazımdır. Zuhruf surəsi 68-ci ayət. Ey ayələrimizə iman etmiş və müsəlman olmuş qullarım! Bu gün sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz. Səcdə surəsi 15-ci ayət. Həqiqətən bizim ayələrimizdə ancaq özlərinə öyüd verildiyi zaman boyun əyib təslimiyyət göstərərək yerlərə qapanan və Rəbbini öyməklə birlikdə nöqsan sifətlərdən müəzzəh qılan və yekəxanalıq etməyən insanlar inanırlar. Ənfal surəsi 2-4-cü ayətlər. Heç şübhəsiz, möminlər ancaq Allah anıldığı zaman ürəkləri ürpərən, onun ayələri özlərinə oxunduğu zaman iman baxımından güclənən, həmçinin yalnız və yalnız Rəbbinə nəticəni həvalə edən, səlati iqamə edən və bizim özlərinə rucu olaraq verdiyimiz şeylərdən Allah yolunda xərclənənlərdir. Bax, budur, bunlar həqiqətən inananların məhz sözləridir. Onlara Rəbbi qatında dərəcələr, bağışlanma və hörmətli bir ruzi vardır. İman gətirdim deməklə qalmadı və bütün ayətləri öyrənmək də şərtdir.